Salam uşaqlar, iş dəftəri səhifə 4-dən 3A tapşırığından başlayaq. Obrazların xarakterini təsvir edən cümlələri oxu, həmin obrazın xarakterini müəyyən et, adını yaz. Onun ürəyi təmiz olduğundan hamıya inanırdı. Məncə bu insan saf ürəklidir. Bu kimdir, nənə? Nümunə göstərilib. O insanları aldadaraq qiymətli əşyalarını ələ keçirdi. Düşünürəm ki, bu obraz hiləgərdir. Bu kimdir? Küpə girən qarı. Ona edilən yaxşılığı unutmur. Fikrimcə bu obraz sədaqətlidir. Burada it və pişik. O son pulunu belə verib kimsəsiz heyvanları xilas etdi. Məncə bu insan çox xeyirxahdır. Əhməd. Nəhəng olmasına baxmayaraq ağılsız hərəkətlər edir. Məncə bu varlıq səfehdir. Bu da divdir. Cümlələri oxu, nümunəyə əsasən cədvəli tamamla. Deməli, burada icraçı və hərəkət yazırıq. Padşah əmr etdi. Divlər razılaşdılar. Əhməd qayıtdı. Uçan xalça qalxdı. Təkrar edək. Birinci, Əhməd qayıtdı. Divlər razılaşdılar. Uçan xalça qalxdı. Səhifə 5 ilə davam edirik. 4A. Cümlələri hadisələrin ardıcıllığına uyğun nömrələ. Birinci, div padşahın bağından sehirli almaları oğurlayırdı. İkinci, padşah oğluna oğrunu tapmağı tapşırdı. Üçüncü, Məlik Məmməd ağacın arxasında gizləndi. Dördüncü, div nərilti gürültü ilə bağa girdi. Beşinci, Məlik Məmməd divi yaraladı. Və 6-cı, Məlik Məmməd almaları atasına apardı. Burada fərqləndirilmiş sözləri Məlik Məmməd nağılının məzmununa uyğun dəyişərək cümlələri köçür. Görürük ki, burada sözlər səhv yazılıb. Məsələn, padşahın bağında sehirli armud ağacı var idi. Burada armud yox, alma ağacı var idi. Yazırıq, padşahın bağında sehirli alma ağacı var idi. Kim onun meyvəsindən yesəydi, cavanlaşardı. Bu ağac 3 gündən bir bar verərdi. Padşah həmin gün sübh tezdən bağa gedərdi. Ağacın üstündə heç nə görməyib, kör peşman geri qayıdardı. Gördüyümüz kimi orada armud sözü alma olacaq, qocalardı, cavanlaşardı olacaq. 5 gündən deyil, 3 gündən, axşam deyil, sübh tezdən, sevinə-sevinə deyil, kör peşman geri qayıdardı. Cümlələri şəkillərlə uyğunlaşdır. Məlik Məmməd altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı. Gördüyümüz kimi 3-cü şəkil. Elə bilirsən dağ qopub gəlir, 1-ci şəkil. Adam baxanda bağrı yarılır. Gördüyümüz kimi 2-ci şəkil. Oxuduğun cümlələrin izahları aşağıda verilmişdir. Hər bir izaha uyğun gələn cümlənin nömrəsini uyğun xanada yaz. Çox böyükdür. 2-ci yazırıq. Çox qorxuncdur. 3-cü. Silahlandı. 1-ci. Davam edirik 6A. Səhifə 7 ilə. Suallar əsasında cümlələri genişləndirib yaz. Bağçada alma ağacı var idi. Necə? Burada mətndən də gördüyümüz kimi bağçada sehirli alma ağacı var idi. Məlik Məmməd yaraladı. Kimi? Mətndə bildiyimiz kimi Məlik Məmməd divi yaraladı. Padşah düşündü. Nə qədər? Padşah xeyli düşündü. Bunlar 40 gün 40 gecə güləşdilər. Əjdaha ağaca dırmaşır. Obrazların adlarını uyğun xanalarda yaz. Gördüyümüz kimi obrazlar. Hiləgər, eybəcər. Kim idi? Küpə girən qarı. Nəhəng, axmaq, güclü. Bu divdir. Xeyirxah, fərasətli, Əhməddir. 7 başlı od püskürən əjdaha. Xeyirxah, sehirli qüvvə, zümrüd quşu. Sədaqətli, toplan. Davam edirik səhifə 8 ilə. 1A. Mətndə buraxılmış durğu işarələrini yerinə yazırıq. Mişa söhbətə başladı. Qoşa nöqtə. Tire. Bir dəfə dənizdə üzəndə akula başımı dişləmişdi. Nöqtə.
Saşa dedi, qoşa nöqtə. Tire. Bilirik ki, birini danışmağa, diyaloqda biri danışmağa başlayanda onun qarşısında tire qoyuruq. Uydurursan, nida. Bax, başın yerindədir, bəs deyirsən, akula dişləyib, sual işarəsi. Şəklə bax, mətnə əsasən Mişa və Saşa arasındakı diyaloqun məzmununu yaz. Mətndən olduğu kimi köçürdürük. Saşa dedi, bir dəfə küçə ilə gedirdim. Hər tərəf maşınla dolu idi. Birdən ayağımın altında bir avtobus qaldı. Mişa ona etiraz etdi. Ha ha ha, əcəb uydurdun. Heç inandırıcı deyil. Sən avtobusu necə əzə bilərsən? Saşa gülərək cavab verdi. Əzərəm, axı o oyuncaq avtobusu idi. Səhifə 9-la davam edirik. 2A. Suallara cavab verməklə hər bir hadisənin səbəbini yaz. İqor, Saşa və Mişanı niyə məzəmmət edirdi? Bunu qısa olaraq belə yazırıq. Çünki onlar çox uydururdular. Anası İranı nə üçün cəzalandırmışdı? İqor mürəbbəni yemişdi, anası Gilə isə İranın yediyini söyləmişdi. Ona görə anası İranı cəzalandırmışdı. Saşa və Mişa niyə İraya baş çəkmək istədilər? Çünki anası İraya haqsız yerə cəza vermişdi. Onlar da ona baş çəkmək istədilər. Biz bunu qısa olaraq belə yazırıq. Çünki İra haqsız yerə cəza çəkirdi. B tapşırığı. İqorun düzgün hərəkət etmədiyini göstərən cümlələri seçirik. Gördüyümüz kimi biz burada seçmişik. Söhbətin şirin yerində İqor uşaqlara yaxınlaşdı. Mən elə uydururam ki, mənə faydası dəysin. Bu yanlış hərəkətdir. Bir qab mürəbbəni yeyib anama isə İranın yediyini dedim. Yanlış hərəkətdir. Bir dəfə məni it dişləyib. Burada doğrudur, çünki əlində izi qalmışdı. İqor sənin əvəzinə balaca bacın cəza çəkir. Bu da yanlış hərəkətdir. Bugünlük bu qədər dostlar. Səhifələrin davamında görüşərik.